Millət, hamınızı salamlayıram. Öpürəm, bağrıma basıram. Salam aleykum, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən başdan deyirəm kanalıma abunə olmağı, həqiqətən də dəstək olmanızı gözləyirəm. Bacara bildiyimlə burada olan bəzi şeyləri sizlərlə paylaşmağa çalışıram. Bugünkü məsələm nə olacaq? Bugünkü məsələ bizim Gürcüstanın qadasını alın. Bəzi mövzularda, hamısının yox, maddiyyatda yox, ha. Yəni bəzi mövzularda qadasını alın. Niyə? Çünki bizim Gürcüstanda gedirsən 15 layra, 20 layra saçını özünü elə bəzəyirsən, elə bir təzə damat kimi, təzə bəy kimi özünü gözəl görürsən. Amma halbuki burada nəyə fərqinə çatmışam? Burada Gürcüstanda 15 layra, 20 layra nisiyə qırtırdığımız saçları burada bizim pulla 110 layra qırtırırıq. Yəni zlotla desəm 140 zlota, 150 zlota saç qırtırırıq. Yəni mən bunu bizim ağsaqqal atama desəm ki, belə qırtıram. Deyəcək, bala sənin başın Leyli başıdır. Nədir sənin başın bu? Nə başıdır belə qatırırsan? Yəni demək istədiyim nədir? Avropada pul var, Avropada pul var deyib durmayın. Valla olduğu qədər də qazancda çoxdur. Elə bil sən burada saç qırtıranda sənə VIP paket satırlar, ruhdan düşməyəsən deyə. VIP plus paketlər satırlar. Başa düşmürəm bunların qaçısı mı qiymətli olur, yoxsa bizim başımız mı qiymətli başdır, Leyli başıdır, nədir bu? Öpürəm sizi, Allah'a emanet olun. Sadəcə bu gülmək üçün bir kadr idi. Amma həqiqətən də yəni mən saçımı 150, 140, 160 zlota qırıram. Nə, yəni bizim pundan 100 15-120 layra pul edir. Öpürəm, bağrıma basıram, kanalıma abunə olub dəstək olmanızı unutmayın. Matçı. Sağ salamat.